Boksla maraqlanırsınız yəqin ki. Sizcə dünya tarixində ən uzun müddət baş verən boks döyüşü nə vaxt olmuşdur? Dünya tarixində ən uzun müddət baş verən boks döyüşü 1893-cü ilin 6 aprelində baş vermişdir. Bu, Amerika Birləşmiş Ştatlarının Yeni Orlean ştatında baş vermişdir. Döyüşçülər Andy Bowen və Jack Burke olmuşdur. Həmin döyüş dünyada Ginnesin rekord kitabına düşmüşdür. Belə ki, 3 dəqiqəlik time'la hesablasaq 110 döyüş time'ından ibarət olmuşdur. Döyüş 7 saat 19 dəqiqə baş vermişdir. Yəni, axşam saat 9-da baş verən döyüş, yəni baş verən yarış, səhər saat 4-dən sonraya qədər davam etmişdir. Maraqlıdır ki, kim qalib gəlir? Döyüşdə heç kim qalib gəlmir. Çünki boksçular o qədər halsız və əldən düşmüş vəziyyətdəydilər ki, hər ikisi deməli ringin bir tərəfinə sərilir və bununla da döyüş qurtarmış olur.